Burada mübahisə etməmək mümkün deyildi. Və belə bir deyim də var ki, həqiqət mübahisələrdən doğur. Yəni mən çox maraqlı məqam da belədir ki, deməli, belə mövzular qoyulanda həmişə insanlar üç qrupa bölünür. Deməli, inananlar, qəbul edənlər, inanmayanlar, bir də bir tərəf qalanlar. Həmişə inananlarla inanmayanlar arasında mübahisə baş verir. O bir tərəflər otururlar, gözləyirlər ki, hansı qalib gəldisə, mən ondanam. Deməli, indi bu verilişdə də mən Yeganə xanım bizim hörmət elədiyim yoldaşlardandır. Ona görə mübahisə elədim və əl uzadıram, gəlin barışaq əgər nədəsə sizin xətrinizə dəydimsə, bir psixolog kimi və bir psixolog kimi mən nə demək istərdim ki, üzümü insanlara tuturam. Yalnız elmi faktlara əsaslanmış dəlillər varsa da ona inanmaq lazımdır. Amma əgər inanmaq psixoloji baxımdan insanlar rahatçılıq bəxş edirsə, inansınlar. Yox, əgər narahatçılıq bəxş edirsə, onu da qoy axtarışlarını davam elətdirsinlər. Yəni kimə necə psixoloji rahatdır, mən ancaq bu sözü deyə bilərəm və bir dənə də söz demək istəyirəm, bir ziyalı kimi deyim ki, bu fikri də hökmən çatdırmalıyam ki, bütün biyoloji varlıqlar içərisində yalnız iki canlıya psixika verilib, insanlara və heyvanlara. İnsanları heyvanlardan fərqləndirən əsas cəhət onun şuurudur. Şuurlu insanları bir-birindən fərqləndirən cəhət təfəkkürün formalaşma səviyyəsidir. Təfəkkür orqanının yetkinliyi ağıldır. Əqli bacarıqlar toplusu isə insanın intellektindən xəbər verir. İndi siz özünüz fikirləşin, hansı səviyyədə olan insan inanacaqmı, inanmayacaqmı? Adam var ki, adam var, insan azdır. Adam var ki, bir tondan vəfalıdır, bir tondan yaxşıdır. Deyirsən, ged otur, gedir oturur. Deyirsən, ay bala, eləmə edir. Ay bala, yox, ay götə kişidir, deyirsən, edir. Və onlara necə deyirlər ki? Bayaq müəllimə dedi ki, var inananlar və inanmayanlar, var bir tərəf qalanlar. Baxacaq ki, hansı tərəf qalib gəldirsə, o tərəfə. Biz xahiş edirəm, rica edirəm. İslamın özü də vergilidir, bu müəllim də vergilidir, o da bir cür vergilidir. Hamımız Allah yazılır, bir cür. Siz xahiş edirəm, o biganələrə qaçmayasınız. Biz elm hara, biz ora. Bəli, bəli, cəmatı bu gün Vəssalam. Bəli. Məsələ burasındadır ki, Yeganə xanım da, bizim üzrüstüm adımız Lamiyə xanım da, ikisi də eyni sözü deyirdiler diye. Sadece bak, hərəsi başka formada. İkisi eyni formada gelir. Onu biz de diyebilirdik. Ama sadece sizin mahnılarınız bütün sözlər əvəz eləyir. Teşekkür ederim. Niyam Zəhmət olmasa gəl səndən gözəl bir ifa etmək istəyirəm. Və ümumiyyətlə həyatda iki faciə var da. Biri